Onlar pinqvinlərin bir çuxurda yavaş-yavaş donduğunu izləyirdilər və qaydalara görə heç nə etməyə haqları yox idi. Bu hadisə Antarktidada sənədli film çəkilişi zamanı baş verib. Çəkiliş qrupu buz tələsinə düşmüş pinqvin koloniyasına rast gəldi. Ana pinqvinlər və balaları dəfələrlə yuxarı çıxmağa çalışırdı. Buzun üzərinə dırmaşır, amma sürüşüb yenidən aşağı düşürdülər. Vəhşi təbiət çəkilişlərinin qaydalarına əsasən müdaxilə qəti qadağandır. Heç bir kömək yox, yalnız müşahidə. Komanda bir neçə gün gözlədi, ümid elədi ki, pinqvinlər özləri xilas olacaq. Amma hava pisləşirdi və çuxura doğru fırtına yaxınlaşırdı. 2 gün sonra geri qaydanda onlar donmuş bir neçə balanı gördülər və anladılar ki, heç nə etməsələr bütün koloniya gecəni sağ çıxara bilməyəcək. Buna görə də komanda qaydanı pozmağa qərar verdi. Amma formal olaraq heyvanlara toxunmadan. Onlar buz divarını kəsməyə başladılar və çuxurun kənarında maili çıxış düzəltdilər. İş bitəndə isə yalnız ümid qalırdı ki, pinqvinlər bunun çıxış yolu olduğunu anlayacaq. Əvvəl heç bir reaksiya görülmədi. Sonra bir pinqvin yaxınlaşdı və çuxurdan çıxdı. Bir neçəsi də onun ardınca getdi. Nəhayət, bütün koloniya yavaş-yavaş bu pillələrlə yuxarı qalxaraq çöldə azadlığa çıxdı. Bəli, qayda pozuldu, amma onlarla pinqvin sağ qaldı və insanlar insan olaraq qaldı.